Allahın hər şeyi bilməsi insanın azad iradəsini məhdudlaşdırmır. Bilmək heç nəyi məhdudlaşdırmaz. Allahın bilməyi, mən bir dənə misal çəkim sizə, misal kimi. Bir müəllimin bilməyi kimidir. Bir müəllim tələbəyə baxanda bilir ki, bu oxuyan olacaq, olmayacaq. Əksər vaxtı da müəllimin fikri düz çıxır, düzdür. Niyə? Praktikasına əsaslanan ki, bundan oxuyan olacaq, olmayacaq. Müəllimin bunu bilməyi nəyisə məhdudlaşdırır tələbədə. Yox. Əlbəttə ki, yox. Allah bilir, Allahın elminin uzaq görənliyidir. Allah bilir, bilirsiniz nə deməkdir? Biz nəyi bilmirik? Qeybi bilmirik. Allah üçün qeybi yoxdur. Biz neyi bilmirik? Sabahı bilmirik. Gələcək. Allah üçün zaman yoxdur. Bizim üçün keçmiş, bugün, sabah var. Allah üçün bir nöqtəcə hər şey. Məsələ budur. Amma insanların da beynində belə o özünü məhdudlaşdırması da var ki, bir şey məsəl üçün baş verir. Əlin ya bir şeyi atmır, ya bilir ki, Allah bilir də olacaq da. Allah bilirsə olacaq. Düzgün fikir deyir axı. Təbii ki, o düzgün fikir. O müəllimin bilməyi kimidir. Müəllimin bilməyi kimidir. Tutalım, müəllim bilir ki, o ali məktəbə girəcək, bu girməyəcək. Bunu bilirsə. İndi girən də oxumasın ki, mən girəcəyəm, ali. Bu söhbət deyil. Və Allah Teala deyir ki, mənim bilməyimi qoy bir qırağa. Mənim bilməyimdə nə işim var? Sizin qiymətiniz sizin səyinizlə ölçülür. Nə qədər səy eləyirsən, çalışmağın nə qədərdir? Mənə lazımdır öyrəksən, mənim üçün neçə min rəkət namaz qılasan. Sonra namaz qılan o, mən dediklərimi elə, tabi 2 rəkət də qismətin olsa, o mənə bəsimdir. Yəni ki, o biz nəyə bənzəyir, o qarışqa görürlər ki, tələsir də, deyir, hara gelsin. Deyir ki, o dağın o tərəfində mənim dostum var, ona köməyə gedirəm, dağa çapmalıyam. Deyir, sən dağa, sən ölərsən, yəni nə olsun ki, ölsən də bilərəm ki, dost yolunda öldüm. Məsələ budur. Allahın bizdən istədiyi budur.